Axşamınız xeyir olsun müəllimlər. Hər vaxtınız xeyirli, uğurlu olsun. Səsim gəlirmi hamıya? Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. İlk dərsimiz inşallah hamı üçün xeyirli, düşərli olar. İnşallah bu qrup yaxşı nəticələrlə sonlanar. Hər biriniz üçün uğurlu olsun inşallah. Deməli, bugün ilk dərsimiz olacaq sizlə. Və ilk dərsimizdə mən mövzunu izah edəcəm. Hələ ilk tanışlıq mərhələsi olduğu üçün istəyirəm biraz mövzu haqqında, dərslərimizin necə keçirilməsi haqqında məlumat verim. Daha sonra ikinci etapda artıq dərslərin sual-cavabı, dərslər üzərində iş aparılacaq. Hələ ilk olaraq istəyirəm mövzulardan danışmamış, birinci dərslərimizin keçirilmə qaydasından danışaq. Deməli, dərslərimiz sıfırdan başlayır. Bildiyiniz kimi ilk olaraq təməldən, sıfırdan kurikulum nədir anlamından başlayır. Bunu bilməyimiz nəyə görə vacibdir? Çünki hər hansı bir işə başlayanda biz ilk başladığımız işin gərək əlifbasını bilək. İlk başladığımız işin gərək nə üçün olduğunu, bizə nə üçün lazım olduğunu bilək ki, həmin işdə artıq uğurlu olsun işlərimiz, həmin işdə effektivlik əldə edək. Ona görə də sıfırdan keçiriləcək dərslərimiz bu öz yerində. Dərslərimizdə video izah şəklində müəllimlərə hər bir mövzunun materialı, video izahlı, əlavə lazım olduqca mövzudan asılıdır. Təbii ki, konspektlər, qeydlər göndərilir. Bu material qrupunda olacaq. Bu da öz yerində. İkinci olaraq demək istəyirəm ki, dərsdə izah olunan mövzular belə qayd edəcəm, yəni hansısa bir müəllim qoşula bilməyəndə ola bilər də, yəni insanlıq bir işimiz çıxdı, qoşula bilmədik, bir yerə getdik, nəsə alınmadı, internetimiz olmadı. Mən hər dərsi belə qayd edib sizə göndərəcəm, yəni qrupunuza, material qrupunuza, oradan istifadə edə bilərsiniz. Və dərslərimizdə mövzu izahından sonra nümunə olaraq testlər göndərilir və nümunə olaraq testlərin sual-cavabı olur. Məsələn, bu mövzunu mən izah elədim. İzah eləyəndən sonra sizə bu mövzu ilə bağlı bir neçə sual verəcəm, bir neçə test işləyəcəm sondakı. Siz bu mövzunu artıq tam mənimsəmiş olasınız. Ola bilər ki, bəlkə elə bir sual olar ki, testdə artıq bunu biz ortaya çıxararıq, baxarıq ki, biz bunu izahda deməmişik. Yəni, bu mövzunun, ümumiyyətlə, bütün mövzuların tətbiqini biz testdə daha çox vacib bilməliyik ki, öyrəndik mövzunu, orada da qoymuruq. Öyrənəndən sonra test işləyirik. Və əlavə bir dənə də hər bir müəllimdən xahişim odur ki, maksimum diqqətli və maksimum dərslərə qarşı şəffaf yanaşın. Yəni, testləri vaxtında işləyin, verilən materialları vaxtında öyrənin. Nə göndərdim, onun hamısını baxın, izləyin. Yəni, elə müəllim olur ki, elə bilirlər, bilmirəm, baxmıram, amma mən göndərdiyim bütün materialların izləndiyini, yəni görürəm. İzlənilməyəndə bilirəm ki, buna baxılmayıb, heç açmayıb, elə müəllim var ki, məsələn, izlənməyib. Yəni, bunu yenə də deyirəm ki, vaxtımıza çox az qalıb, imtahana az bir müddət qalıb, maksimum olaraq diqqətli olaq. Çox xahiş edirəm, çünki sizin nəticəniz mənim üçün başucalığıdır. Sizin nəticəniz mənim fəxrimdir ki, mənim məsələn 15 müdavimim, 10 müdavimim bu il yüksək nəticə topladı və maksimum, belə deyim də, tanınan bir yerə gəldi, çatdı, tanınmış bir müəllim adı qazandı. Yəni, bu mənim üçün ən böyük nailiyyətdir. Ona görə dərslərimizdə çox xahiş edirəm, diqqətli olun, verilən testləri, verilən mövzuları vaxtında işləyin. Sizdən ən əsas bunu istəyirəm. Və testlərin işlənilməsi də belə olacaq. Hər mövzunun evə məsələn mövzu olaraq deyirəm ki, tutalım təhsil qanunu mövzusudur. Məsələn, təhsil qanunundan tutalım 40 test sualıdır. 40-dan deyəcəm ki, 20-sini evdə işləyin. O səhvlərin üzərində dərsdə işləyəcəyik. 20 sualdan neçə səhviniz varsa dərsdə işləyəcəyik sual-cavab zamanı və qalan 20-sini də dərsdə. Yəni açacağam ekranı işləyəcəyik. Çünki mən həm sizə sual-cavab eləyəcəm. Məsələn, tutalım deyəcəm ki, filan müəllim adınızı çəkəcəm, siz kameranı istəsəniz aça bilərsiniz, istəsəniz bağlaya bilərsiniz. O sizin şəxsi istəyinizdən asılıdır. Səsi amma açırsınız. Hər bir müəllim özü danışdığı zaman səsi açır. Özünə sual ünvanladığım zaman səsi açır. Yəni kənardan müdaxilə olunmasın. Digər müəllimlər səsi açıb müdaxilə eləməsin. Çünki bizim bir qaydamız var, onu da deyəcəm sizə. Yəni səsi açırıq, cavab veririk. Cavab verdikmi və mən sizə sizin cavabınızdan razı qaldımsa keçirəm ikinci sualı. Yox, razı qalmadımsa digər müəllimlərə yönləndirirəm sualı və onlar da səsi açıb, yəni əl qaldırırlar, orada əl işarəsi var. Səsi açıb cavablandıra bilərlər. Bu təbii ki öz yerində. Və bir də belə bir şey var ki,
hər müəllimə sual verirəm, sualdan sonra 2-3 dənə test açıram və həmin suallar ətrafında o testlərin variantlarını təhlil edirlər. Beləliklə həm sual cavabımız olur, həm test üzərində işimiz olur. Bir də qaydamız belədir ki, müəllimlər, hər bir müəllim məsələn, mənə sual ünvanlanır, mən mikrofonu açıb özüm cavab verməliyəm. Amma mənim əvəzimə başqa bir müəllim mikrofonu açıb mənə müdaxilə edirsə, mən o müəllimin sual haqqına girmiş olur. O müəllim mənim sual haqqıma girmiş olur artıq. Ona görə də sual sayından artıq azalır o müəllimin. Məsələn, 5 sual tutalım ki, Rəna müəllimə oxumalıdır. 5 sual Aysel müəllimə oxumalıdır. Aysel müəllimə oxuyan zaman məsələn deyirəm də, Rəna müəllimə mikrofonunu açdı, ona müdaxilə elədik. Rəna müəllimənin 5 sualından biri alınır, verilir Aysel müəlliməyə. Yəni bu qayda ancaq effektiv olub. Çünki illərdir mən baxıram ki, bu qruplarda bu səs-küydür, xaosdur, bu mikrofon açıb bağlamaqdır, çətin vəziyyətdədir. Ona görə də çox belə deyim də, hər bir müəllimə də nəsə deyəndə, onların adını çəkəndə xətirlərinə dəyir. Bu ancaq belə bir yol tapmışam ki, sual sayının azaldılması. Yəni heç bir müəllim də sualının azaldılmasını istəmir, razılaşmır. Ona görə də ancaq bu ehtimal mənə elə gəlir ki, daha məqsədə uyğundur. Gəlin başlayaq ilk mövzumuzun izahına. Qaydalar məncə hamıya aydın oldu. Aydın olmayan hansısa bir qayda olarsa, səs açıb sualınızı verə bilərsiniz. Dərsin izahına keçmək istəyirəm artıq. Yəni əgər sualınız varsa, sualınızı verə bilərsiniz, yoxdursa mən keçim dərs izahına. Aha. Baxıram, yoxdur. Deməli baxaq. İlk olaraq kurikulum nədir? Burada mən özüm hazırladığım PDF-dən sizə izah eləyəcəm. Çünki kitabda çox mahiyyət etibarilə 2-3 dənə əsas nüans var. Düzdür, siz kitabdan oxumalısınız. Əsas bizim məqsədimiz odur ki, Time-ın testi və kitabı bizim daima yanımızda olsun. Və kitabdır, testi kimin əlində var, istifadə edə bilər. Amma kimdə yoxdursa, almağa ehtiyac yoxdur. Mən göndərəcəm PDF formasında qrupunuza. PDF-dən istifadə edərsiniz. Çünki yeni nəşrin çıxmasına demək olar ki, sayılı aylar qalıb. Məsələn, bir imtahana bir ay, yarım ay qalmış çıxardırlar. Ona görə almağa ehtiyac yoxdur. Ancaq əlinizdə olan kitablar varsa, kitablar deyəndə təbii ki, Time-ını deyirəm, başqa kitaba ehtiyac yoxdur. Yoxdursa, PDF göndərəcəm, oradan istifadə edəcəksiniz. Yəni keçəcəyimiz mövzu Time-dan olacaq. Sadəcə mən əlavə izahlar verəcəm burada. Hansı ki, ilk mövzuda bizim bilməli olduğumuz daha əlavələr var. Yəni testdə qarşınıza çıxa bilmə ehtimalı var. Çıxmasa belə hər bir şeyin gərək əlifbasını öyrənəndə tam ətraflı öyrənək ki, əlavə bir sual qarşımıza çıxanda bunu qiymətləndirə bilək, cavablandıra bilək. Ona görə başlayaq. Kurikulum nədir? Kurikulum nədir, müəllimlər? Kurikulum bir təhsilin, belə deyim də, loru dildə deyim, sonra keçəcəm qaydaya. Təhsil verənlərin, müəllimlərin bizə, belə deyim, hər hansı bir işə başlayırıq, məsələn, o işi görmək üçün bizə strategiya lazımdır, bir yol xəritəsi lazımdır. Bax, bu yol xəritəsi kurikulumdur. Kurikulum təhsilin məzmununun, təşkilinin bir də qiymətləndirməsinin, əsas baxın, bu 3 dənə sözü götürəcəksiniz. Məzmun, təşkil, qiymətləndirmə. Kurikulum təhsilin məzmun, təşkil, qiymətləndirməsi ilə bağlı konseptual bir sənəddir. Baxın, konseptual sənəd yəni daima dəyişən, daima yenilənən, yenilikləri özündə əks etdirən. Ola bilər ki, bu biraz qaranlıq qalar sizə. Baxın, bununla yadda saxlayın ki, hər imtahan qabağı, hər il olmasa da 2 ildən bir kurikulum kitabları, Time kitabları dəyişilir. Əlavə mövzular verilir içərisindən və yaxud da ki, əlavə mövzular çıxarılır içərisindən və yaxud da ki, mövzular genişlənir, lazım olanda mövzular kiçilir, birləşdirilir və s. Yəni, bu o deməkdir ki, daima yenilənən, yenilikləri özündə əks etdirən bir sənəddir. Baxın, məzmun, təşkil, qiymətləndirmə. Bu 3 sözü görürsünüz də başlıqda. Məzmun nədir? Dərsin məzmunu, dərsin necə keçirilməsi. Məsələn, mən baxın, bu mövzu kurikulum nədir mövzusudur. Bu mənim məzmunumdur. Dərsimin adıdır. Yəni, dərsimin mövzu hissəsi, məzmun hissəsi onun içərisində olan elementlərdir, onun içərisində olan anlamdır. Onun içərisindən öyrənməli olduğumuz gərəkən şeylərdir. Baxın, bu məzmun hissəsidir. Təşkil, bu məzmunu, ilk saydığımı, bu içərisində olan mövzunu necə keçəcəm, necə təşkil eləyəcəm? Baxın, bu mənim təşkil hissəmdir. Yəni, mən mövzunu, baxın, kurikulum nədir? Bu mənim mövzumdur, yəni məzmunumdur. Təşkil hissəsi ilə bu mövzunu necə keçirəm? Hansı formada, hansı üsul, hansı vasitə ilə, hansı forma ilə? Baxın, bunları gələcəkdə biz keçəcəyik. İş üsullarından danışacağıq sizinlə, iş formalarından danışacağıq,
Bir çox iş üsulumuz var ki, biz bunları görəcəyik sizlə hər bir etapda, hər bir mərhələdə görəcəyik biz bunları. Sonra iş formalarımız var 4 dənə, fərdi iş, cütlərlə iş, qrupla iş və bütün siniflə iş. Baxın, bu təşkil hissəsinə aid olan bir şeydir ki, bu müəllimin bir yol xəritəsidir, bir planıdır, bir strategiyasıdır ki, bu müəllimə kömək edir. Sən yəni mövzunu öyrəndin, mövzunu öyrətdin. Necə öyrətməlisən? Hansı formada öyrətməlisən ki, sənin şagirdlərin bu mövzunu öyrənəndə heç bir sualı qalmasın, heç bir qaranlıq cəhət qalmasın. Baxın, bu mənim təşkil hissəmə aiddir. Bir də qiymətləndirmə var, ən son mərhələ. Qiymətləndirmə adından da bəllidir. Yəni, müəllim dərsini keçdi, məzmununu təşkil etdi. Sonda qiymətləndirir. Görün bu məzmunu necə təşkil etmişəm, görün bu məzmunu, bu mövzunu şagirdə necə öyrətmişəm. Şagird istədiyim nəticəni toplayıbmı, istədiyim səviyyəyə gəlib çatıbmı, istədiyim kimi öyrənə bilibmi, istədiyim kimi deyəndə burada əsas şagirdi götürürəm. Şagird hansı məqamda olmalıdır? Şagird hansı vəziyyətə gəlib çatmalıdır? Baxın, bu qiymətləndirmə hissəmdədir. Bir də bu nüansı yadınızda saxlayın. Əgər yanınızda qeyd dəftəriniz varsa, qeyd edin. Baxın, qiymətləndirmə həm də müəllimin özünü qiymətləndirməsi üçün bir vəsaitdir. Bir vasitədir, bir yoldur, bir köməkçidir. Yəni, mən məsələn dərsimi keçirəm. İndi sizə bu dərsi keçirəm. Sizə kurikulum nədir? Məzmununu təşkil edirəm. Və qiymətləndirən zamanda sizin də cavablarınızla mən özümü qiymətləndirə bilirəm. Məsələn, siz yaxşı cavab verirsiniz, əla nəticə göstərirsiniz, yüksək nəticələrlə, yüksək sınaq məsələn işləyirsiniz, sınaqda maksimum nəticələr göstərirsiniz, sual-cavablarda aktivsiniz. Bu mənim özümü qiymətləndirməmdə mənə kömək edir. Mən deyirəm ki, deməli mən yaxşı izah eləmişəm ki, müəllimlərim yaxşı başa düşüb. Deməli mən yaxşı keçmişəm, mən yaxşı stimul vermişəm ki, müəllimlər öyrənib. Yəni şagirdlərdə də belədir. Müəllim mövzunu keçəndə, müəllim mövzunu şagirdə aşılayanda, sonda qiymətləndirən zaman öz işini də qiymətləndirir, öz işinin effektivliyini də qiymətləndirir ki, görüm necə keçmişəm. Bəlkə elə keçmişəm ki, mən sinifimin yarı faizi bunu bilməyib. Bəlkə sinifdə bir 30 uşaq varsa, məsələn, 18-i, 20-si, 25-i yaxşı cavablandırır. Digər bir 5-10 uşaq çətin cavablandırır. Bu ola bilər ki, normaldır deyə bilərik. Çünki mövzunun qavrama səviyyəsi var, mövzunun çətinlik səviyyəsi var. Amma yox, 30 uşaqdan 25-i yanlış cavablandırır, 5-i yaxşı cavablandırırsa, deməli mənim hansısa bir problemim var. Mən mövzunu ya yaxşı izah eləməmişəm, ya mövzu çətin, geniş imiş. Mən bu mövzunu asanlaşdıra bilərdim, bölüb keçə bilərdim, sinifimin səviyyəsinə uyğunlaşdıra bilərdim, şagirdlərimin səviyyəsinə uyğunlaşdıra bilərdim, amma etməmişəm. Yəni qiymətləndirən zaman müəllim öz işini qiymətləndirir. Həm şagirdləri qiymətləndirir təbii ki, həm də bir dənə müsbət cəhəti də odur ki, müəllim özünü, öz işini, öz strategiyasını qiymətləndirir. Bəlkə elə formada işləyirəm ki, mən heç sinifimdən bu effektiv olmur. Bu mənim strategiyamdır da, artıq strategiyamı da bir nəzərdən keçirirəm. Əgər işə yaramırsa, strategiyamı dəyişirəm. Bax, bu qiymətləndirmə hissəsidir. Bir də qiymətləndirməni yadda saxlayın, əsas götürürük. 3 dənə qiymətləndirmə növü var. Məktəb daxili, milli qiymətləndirmə, bir də beynəlxalq qiymətləndirmə, bir də yekun qiymətləndirmə də əlavə olunub. Yekun qiymətləndirmədə yenə də summativlərin nəticəsində biz monitorinqlər keçirdirik, summativlər. Məsələn, bax, bunlara biz yekun qiymətləndirmə deyirik. Bunlar summativin də içərisində var, böyük summativlərin. Məktəb daxili qiymətləndirmə 3 hissəyə bölünür. Diaqnostik, formativ, summativ. Bunları ümumi deyəcəm sizə, çünki qiymətləndirmə böyük bir hissədir, böyük bir mövzudur. Onu keçəcəyik gələcəkdə sizlə. Baxın, formativ. Deməli, ilk olaraq başlayaq diaqnostik. İlin əvvəlində, dərsin əvvəlində, günün əvvəlində də keçirilə bilər, dərsin əvvəlində, sonra yarım ilin əvvəlində də keçirilə bilər. Yalnız əvvəldə yox, sonluqda da bəzən keçirilir diaqnostik. Yəni, ilin sonuna yaxın müəllim dəyişilir. İlin sonuna yaxın yeni, məsələn, şagird gəlib, sinifini dəyişib. Ola bilər, yəni bu çox böyük ehtimalla mümkün olan bir şeydir ki, ilin əvvəlində yox, sonunda da keçirə bilər. Yəni normaldır, diaqnostik yalnız əvvəldə demək deyil. Formativ dərs boyu, tədris ili, tədris boyu ərzində keçirilən qiymətləndirmədir. Yəni şagirdlərin olduğu yerdən hansı səviyyədədirlərsə, ölçürük onu diaqnostiklə, şagirdi tanıyırıq, sonra keçirib formativdən istifadə edirik. Hardadır? İndi hansı səviyyədədir? Olmalı olduğu yerə aparırıq. Yəni olduğu yerdən hansı səviyyədədirsə, hansı vəziyyətdədirsə indi olmalı olduğu yer haradırsa, yüksək nəticəyə aparırıq.
Və formativin bir dənə əsas xüsusiyyəti budur ki, səhvlər üzərində işlənir, şagirdi inkişafa aparan qiymətləndirmədir, şagirdin səhvinin araşdırılması, şagirdin öyrənməsi, şagirdin özünün səhvlərini üzə çıxartması, öz üzərində işləməsi üçün kömək edən bir qiymətləndirmədir. Yəni formativ qiymətləndirmə öyrənmənin effektivliyi üçün yaxşıdır. Formativ qiymətləndirmədə qiymət yazmaq, hər hansı bir səviyyə müəyyənləşdirmək niyyətimiz yoxdur. Yəni ki, biz tələsmirik ki, nəsə bir qiymət yazaq. Formativdə qiymətləndirmə meyarlarla təqdim olunur, şagirdlərə səviyyələr verilir və yadda saxlayın 4 qiymətləndirmə səviyyəsi var. Bunları deməli indi biz danışdığım hissə prinsiplərdə də qiymətləndirmə var. Bax, oradan elə danışıram. Qiymətləndirmə hissəsini görəcəksiniz. Məsələn, birinci səviyyə 0-30, ikinci səviyyə 30-60, üçüncü səviyyə 60-80, dördüncü səviyyə 80-100. Bax, bu 4 səviyyə ilə qiymətləndirə bilərik şagirdlərimizi. Daha sonra gəlir, deməli, qiymətləndirmədə nə qaldı? Məsələn, milli beynəlxalq qiymətləndirmə. Deməli, milli qiymətləndirmə, yadda saxlayın ki, eyni məsələn şəhərdə, eyni ölkədə, yəni ölkə daxili, şəhər daxili digər məktəblərlə əlaqələndirmə. Məsələn, ola bilər ki, paralel siniflərdə, eyni məktəb daxilində paralel siniflərin əlaqələndirilməsi, eyni şəhər daxilində bütün 5-ci siniflərin yəni qiymətləndirilməsi, onların hər hansı bir çatışmazlığı varsa o qiymətləndirilir, aradan qaldırılır. Məktəbin və yaxud da ki, şagirdlərin ehtiyacları, tələbatları varsa aradan qaldırılır. Bu milli qiymətləndirmədir. Bir də beynəlxalq var. Beynəlxalq adından da məlum olduğu kimi başqa inkişaf etmiş təhsilləri olan ölkələrin bizim ölkəmizlə müqayisəsi. Əgər hansısa bir ölkənin inkişaf etmiş təhsil sistemi həqiqətən də effektivdirsə, biz də onların təhsil sisteminə baxıb nümunə götürürük və o təhsil sistemini ölkəmizə gətiririk. Elə demək olar ki, bu kurikulumun gətirilməsi belə beynəlxalq qiymətləndirmənin tələbi ilə oldu ki, biz əvvəl kurikulum yox idi ki bizdə. Əvvəl adicə normal müəllim yönümlü təlimlə dərslərimizi keçirdik. Amma biz gördük ki, işə yaramır, effektiv deyil. Xarici ölkələrdə kurikulum sistemi daha işə yarayandır, daha effektivdir və kurikulumu gətirdik, təhsilimizə çıxartdıq. Bax, bu da elə beynəlxalq qiymətləndirmənin tələbi ilə oldu. Deməli, bu oldu bizim kurikulum nədir hissəmizdə məzmun, təşkil, qiymətləndirmə. Daha sonra kurikulum nədir? Baxın, burada bir çox tərif var. Eyni mənada, hamısı eyni mənanı verir. Yəni, nə demək istəyirik? Eyni bir sonluğa gəlir, çatır. Sadəcə cümlələr fərqlidir, sözlər fərqlidir. Bu da ona görədir ki, hər hansı bir cümlədə, yəni hər hansı bir testdə daha doğrusu başqa bir cümlə, başqa bir variant görsəniz, yəni bilin ki, eyni bir sualdır. Baxın, kurikulum nədir? Kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Bu, bayaq dediyimiz birinci tərifdir. İkinci tərif. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir. Yəni, eyni bir şey deyənə də səmərəli təşkil, yəni təlim prosesi, dərs prosesi effektiv olsun, işə yarayan təşkil olsun deyə həyata keçirilən bir neçə işlərdir. Sonra, kurikulum təhsilin hər bir pilləsi üzrə təlim nəticələri, məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarını, miqdarını, pedaqoji prosesin təşkili, bax bu içərisində saydıqlarıma baxın, təşkili, təlim nəticələri, qiymətləndirmə, monitorinqin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Bax, içərisində saydığım o vergüllər var, hamısı kurikulumun içərisində keçəcəyimiz mövzulardır. Yəni, onu demək istəyir ki, kurikulum bax bu içərisində keçəcəyimiz mövzuların hamısını özündə əks etdirir, sistemli şəkildə əlaqələndirir. Və eyni anlama gəlir. Yenə də məzmunu təşkil etmək üçün bizə köməkçi olan bir şeydir kurikulum. Sonra, baxın, bunlar indi bizdə hal-hazırda, baxın, kitabda bunları görməyəcəksiniz. Amma mən bunları, baxın, bu hissələri istəyirəm sizə izah edeyim. Çünki sıfırdan başlayanda gərək təməldən bizim məlumatlarımız geniş olsun ki, əlavə bir sual görəndə özümüzü itirməyək. Kənardan bir sual qarşımıza çıxanda işləyə bilək üzərində. Baxaq, kurikulum termininin mənası nədir? Yəni, kurikulum bir termindir də, hər hansı bir ixtisasda, hər hansı bir fəndə istifadə olunan termindir. Baxın, bunun mənası nədir? Mənşəvcə latın sözüdür kurikulum. Birinci bunu yadda saxlayın. Testlərdə, variantlarda görəcəksiniz. Yunan sözüdür, nə bilim, alman sözüdür, fransız sözüdür və s. belə yox.
Latın sözüdür. Latın dilindən gəlmiş bir termindir bu. Yol, istiqamət, kurs, baxın anlamları budur. Yəni bir şey üçün gedilən yol, bir şeyin istiqaməti, hər hansı bir işi görmək istəyirəmsə, bunun üçün bir yoldur mənə, bir istiqamətdir, bir strategiyadır, bir xəritədir. Baxın, bu kurikulum deməkdir. Yəni təhsilli müəllim şagirdlərə tədris edən zaman, dərslərini tədris edən zaman kurikulumdan istifadə edir. Kurikulum da onun yol xəritəsidir. Sonra kurikulum sözü ingilis və rus dillərində, lüğətlərdə təlim kursu, tədris planı kimi də izah olunur, tərcümə olunur. Kurikulum sözü ilk dəfə deyəcəklər nə zaman qarşılaşmısınız kurikulum sözü ilə? Baxın, ilk dəfə belə deyək də məlumatlar bizə belə gəlib çatıb ki, kurikulum sözü ilk dəfə Leydendə və Glasgow-da universitetlərdə həmin sənədlərin içərisində aşkar olunub. Baxın, bu 1582 və 1633-cü illəri əhatə eləyir. Bu geniş bir mövzudur. Yəni anlam olaraq biraz sizə qarışıq gələ bilər ki, illər var burada, əzbərləməliyikmi ya nə? Yox, sadəcə məlumat olsun deyə, sizdə əlavə bir məlumat olsun deyə bunları verirəm. Kurikulum sözü neçənci ildən termin kimi istifadə olunmağa başlayıb? Baxın, 1876-cı ildən, yəni ilk olaraq ili əzbərləməyə çətinlik çəkməyin. Yadda saxlayın, elə belə. Kurikulum sözü nə zaman? 1876. Yəni bunu vacib deyil ki, əzbərləyəsiniz, testdə qarşınıza çıxacaq. Yenə də deyirəm. 1876-cı ildə termin kimi istifadə olunmağa başlayıb. Fən kurikulumu ilk dəfə harda, neçənci ildə fən kurikulumuna rast gəlmişik? Belə olanda cavab verəcəksiniz. 2 dəqiqə qəbul edeyim. Belə olanda cavab verəcəksiniz ki, fən kurikulumuna ilk dəfə, deməli, qoşulanlar var, Deməli, fən kurikulumuna ilk dəfə 1918-ci ildə ABŞ-da rast gəlmişdir. ABŞ-da istifadə olunmağa başlamışdı. Termin kimi nə vaxt daxil olmuşdu? Termin kimi 90-cı illərdə. Ötən əsrin 90-cı illərində. Deməli, kurikulum islahatlarını zəruri edən səbəblər hansılardır deyir. Baxın, cəmiyyətdə yeni ictimai münasibətlər yarandı. Baxın, yəni kurikulum niyə oldu? Kurikulum nə üçün yaratdıq? Nəyə lazım idi? Baxın, cəmiyyətdə yeni münasibətlər var idi. Hansı ki, biz cəmiyyət daxilində yadlaşma, ailə münasibətlərində uzaqlaşma, yadlaşma, soyuqlaşma görürdük. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid görürdük. Baxın, burada bazardan plana yox, planlıdan bazara. Bunu yadda saxlayın. Dünya təhsil sisteminə inteqrasiya var idi. Yəni artıq dünya ölkələrinin universitetləri ilə bizim tələbələrimiz gediş-gəlişlər var idi. Onlardan bizə tələbələr gəlirdi, bizdən onlara. Sonra informasiyasının tələbləri, yəni çox dil bilmə, texnologiyadan istifadə, İKT savadlılığı, sonra təhsilin məqsədləri, vəzifələri və baxışlarının yanaşmasının formalaşması. Yəni təhsilin məqsədi artıq yalnız universitetə qəbul olum, yalnız öyrənim, oxuyum, nə isə bir şey eləyə bilim, yox. Artıq çox şaxəli məqsədlər var. Hər hansı bir iş üçün çalışanda əlavə də bir ixtisas, əlavə də bir təhsil almaq mümkündür. Məsələn, dil bacarığını formalaşdırmaq olar, əlavə idman bacarığını formalaşdırmaq olar. Həm oxuyur, həm musiqi ilə məsələn məşğuldur, həm incəsənətlə məşğuldur. Yəni əlavə işlər görülür. Sonra məsələn, mövcud ümumi təhsil proqramının müasir tələblərə cavab verməməsi. Bu ən əsas cümlədir, çünki testdə görəcəksiniz, cavab verməsi görəcəksiniz. Bax, onda yanlış götürürük. Çünki əgər əlavə əlimdə olan bir şey var da əvvəldən, bax bu mənə əgər lazım olan zaman, mənim ehtiyacımı qarşılamırsa, tələbimə cavab vermirsə, onda mən yeni bir şey yaratmaq istəyirəm də, yeni bir şeyə ehtiyac duyuram. Yəni mən məsələn əlimdə tutalım ki, telefonum var. Telefonum mənim tələblərimə cavab verirsə, mən niyə yeni telefon alım ki? Amma yox, telefonum tələblərimə cavab vermirsə, işimə yaramırsa, onda yeni telefon alaram. Yəni təhsil də budur, kurikulum da budur. Əvvəlki təhsil sistemi mənim işimə yaramırdı, tələblərimə cavab vermirdi ki, mən də kurikuluma keçid etdim. Artıq tələblərimə cavab verən bir təhsil sistemi ilə başladım təhsilimi davam elətdirməyə. Bir də burada baxın, belə bir şey var, bunu qeyd olaraq sizə atacağam, göndərəcəm. APET var burada, aktuallıq, praktiklik, effektivlik, davamlılıq. Baxın, yadda saxlayın, APET kimi yadda saxlayın, baş hərfləri ilə aktuallıq, praktiklik, effektivlik, davamlılıq. Bax, bu 4 hərf kurikulumun effektivliyini, kurikulumun işə yararlılığını göstərəcək sizə ki, biz deyirik ki, kurikulum niyə effektivdir? Effektiv kurikulum necə olmalıdır? Aktual olmalıdır, praktik olmalıdır. Məsələn,
belə deyim də, effektiv olmalıdır, davamlı olmalıdır. Bu sözlərin anlamını məncə ehtiyac yoxdur izah eləməyə ki, aktual, yəni davamlı istifadə olunan, effektiv işə yarayan, praktiki, yəni tətbiq olunan və davamlı ardıcıllığı özündə əks etdirən. Bu apetdir. Bunu mən kitabdan sizə qeyd edəcəm, sizə hansı hissədir. Burada yəqin ki, yoxdur. Sonra müasir kurikulumun 6 prinsipi var. Keçirik prinsiplərə. Baxın, prinsip nədir? Prinsip ilk öncə yadda saxlayın ki, hər hansı bir, məsələn, insanda da var prinsip. Hər hansı bir xüsusiyyət mənasında, hər hansı bir xasiyyət mənasındadır bu söz. Yəni, məsələn, bir insanın prinsipləri, mənim prinsiplərim var, məsələn, mənim xasiyyətim, mənim özümə qoyduğum qaydalarım var. Bax, bu anlamdadır. Kurikulumda 6 dənə xüsusiyyəti, xasiyyəti var. Yəni, 6 haldadır, 6 cür görə bilərik biz onu. Birincisi, şagird yönümlülük. Sonra şəxsiyyət yönümlülük. Üçüncüsü, tələb yönümlülük. Dördüncüsü, nəticə yönümlülük. Beşincisi, inteqrativlik. Altıncısı, qiymətləndirmə standartları. Baxın, gördünüz, 6 kurikulumun prinsipi var. Gəlin, şagird yönümlülükdən başlayaq. Şagird yönümlülük nədir? Təhsil alanların, yəni şagirdlərin mənafeyini, marağını, tələbatını, istedadını, qabiliyyətini, yəni bunu biz bərabər imkanların yaradılması da görə bilərik şagird yönümlülük soruşanda. Eyni bir anlamdır. Eyni variantda görəcəksiniz. Eyni testdə bərabər imkanla şagird yönümlülüyü eyni anda verməyəcək. Çünki burada, yəni ikisi də eyni məna daşıyır. Əgər biz şagird yönümlülüyü qoruyub saxlayırıqsa, deməli bərabər imkanı da qoruyub saxlayırıq. Yəni şagirdin istəyi, şagirdin marağı nədirsə, tutalım ki, şagirdlərindən biri, məsələn, istəyir ki, rəsmlə məşğul olsun. Mən sinif köşəsi hazırlayan zaman şagirdimin artıq o istedadını, qabiliyyətini, marağını bilirəm. Onun inkişafı üçün deyirəm ki, gəl sinif köşəsində rəsm hissəsini sən elə. Məsələn, elə uşaqlar deyir ki, mən şeir əzbərləməyi, şeir danışmağı sevirəm. Onun qabiliyyətindən istifadə edib deyirəm ki, gəl, məsələn, tədbirdə aparıcı sən ol. Şeir deyə bilirsən, yaxşı diksiyan var, gəl aparıcı sən ol. Baxın, hər bir şagirdin biz keçəcəyik sizdən intellekt növləri, maraqları, yəni hər şagirdin özünün intellekt növü var xüsusi olaraq və bu intellekt növünə aid olaraq da şagirdlər dərsdə özlərini ona uyğun göstərirlər. Yəni şəkil çəkməyi sevən həmin sahəyə yönəlir, rəqs etməyi sevən daha hərəkətli olur, şeir deməyi sevən daha çox danışır və s. Bax, bu bizim şagird yönümlülüyümüzün tələbi ilə həyata keçirilir. Bir də şagirdlərin deməli, qabiliyyəti var. Burada istedad, qabiliyyət. Qabiliyyəti odur ki, şagirdin potensialı var. Baxın, potensialına yüksək mövzular, potensialına yüksək suallar şagirdə verilməməlidir. Əgər şagirdləriniz 5-ci sinifdədirsə və onlara 8-ci sinifin sualları verilirsə, 8-ci sinifin testləri qoyulubsa onların qarşısına, bu artıq şagird yönümlülüyün pozulmasıdır. Yəni, şagird hansı səviyyədədirsə, hansı potensialı özündə daşıyırsa, o səviyyədə, ümumiyyətlə sinifə də təbii ki, aiddir. O səviyyədə suallar təqdim olunmalıdır. 5-ci sinifdə təbii ki, 8-i sala bilməlirik. 5-dirsə 5-i salmalıyıq. Ondan aşağını da sala bilməlirik. Çünki onda maraqsız olar şagirdin istəyinə uyğun olmaz. Sonra keçirik şəxsiyyət yönümlülüyə. Şəxsiyyət yönümlülük daha geniş anlamlı bir şeydir. Çünki burada bir neçə abzas görəcəyik biz. Baxın, şəxsiyyət yönümlülükdə deməli, idrak, ünsiyyət, bir də psixomotor. Bu üçünü görəcəyik. Bu bir ayrı bir budaqdır. İdrak, ünsiyyət, psixomotor. Bir də milli ümumbəşər dəyərlər. Yəni, idrak deyəndə belə yadda saxlayın ki, şagirdin yaddaşı, şagirdin düşünmə qabiliyyəti, zəkası, hafizəsi, şagirdin, məsələn, tutalım ki, məsələn, bir əlində olan əşyalardan yeni bir əşya yaradır, yeni bir robot yaradır. Və yaxud da ki, hər hansı bir oyun yaradır, kompüter oyunu, hər hansı bir proqram yaradır və s. Yəni, baxın, yaratdı. Bu, idrakdan irəli gələn bir şeydir. İdraki yüksək inkişaf edib ki, yaradıcılığı da var. Sonra, məsələn, ünsiyyət. Ünsiyyət nədir? Şagirdin başqa biri ilə ünsiyyətə girə bilmə bacarığı. Yəni, elə şagird var, elə uşaq var ki, məsələn, yaxşı istedadlıdır, idraki yaxşı inkişaf edib, məsələn, yazı qabiliyyəti yaxşıdır, üzdən yaxşı oxuyur, zehni yaxşı inkişaf edib, amma bu uşaq ünsiyyət qurmağı sevmir də, ünsiyyətdən qaçır. Söhbət eləmir, heç bir şagirdlə, heç bir dostu ilə söhbət eləmir. Ümumiyyətlə, dostluq əlaqələri qura bilmir. Bax, bu nədir? Ünsiyyətdən irəli gəlir də, ünsiyyətdən qaçan şagird, ünsiyyəti az qurur. Söz ehtiyatı zəif olur,
daha az danışmağa üstünlük verir. Hər hansı bir sual verilən zaman ona cavab verir, qısa, konkret və s. Bir də ünsiyyəti zəif olan insanlar başqalarının sözünü də kəsə bilirlər. Elə insan var ki, məsələn, ünsiyyəti azdır, amma sual-cavablarda, məsələn deyirəm də, indi ola bilər elə uşaq var ki, danışanda biraz az danışır, başqasının əvəzinə iştirak eləmir, başqasının sözünü kəsmir və yaxud da ki, müəllim özünə sual verəndə ona güclə cavablandırır. Amma elə uşaq da var ki, o hər hansı bir məsələn bir situasiyaya düşür. Bu situasiyada ona deyil, onun bir neçə deməli olduğu cümlə olur. Bax bu cümləni indi bu uşaqda ünsiyyət yaxşıdır da, ünsiyyət bacarığı. Əlavə özündən də cümlələr əlavə eləyir, deyir. Əlavə hər hansı bir mətndən statlanır, deyir və s. Yəni ünsiyyət quran zaman həm əlavə danışıq, həm insanları natiqlik qabiliyyəti ilə özünə cəlb etməsi, ünsiyyət quran zaman başqasının sözünü kəsməmək ən əsas bir məsələn lazım olan bacarıqdır ki, dinləmə bacarığı olsun, qarşındakını dinləsin və daha sonra cavab versin. Yəni onun sözünü kəsməsin. Sonra gəlir bizim idrak, ünsiyyət, bir də psixomotor hissəmiz. Psixomotor isə hərəkətdir. Hərəki bacarıqlardır. Yəni şagirdin psixomotor bacarıqları, əl-qol hərəkətləri. Yəni şagirdlər, məsələn, tutalım ki, kiçik yaşlı şagirdlərdən danışaq. İbtidai sinif şagirdlərindən məsələn. Baxın, ibtidai sinif şagirdləri barmaqları ilə hesablayırlar da 1-dən 10-a qədər. Baxın, bu barmaqla hesablama özü psixomotor bacarıqların inkişafına gətirib çıxarır və kiçik motorikanı inkişaf elətdirir. Yəni barmaq, üz cizgiləri və s. bunlar kiçik motorikaya aiddir. Amma daha məsələn idman eləyir, qaçır, hoppanır, düşür, rəqs eləyir. Bax bunlar böyük motorikaya aiddir. Daha sonra gəlir bizim deməli milli bəşəri dəyərlərimiz. Baxın, milli bəşəri dəyərlər deyəndə adətən böyüklərə hörmət, kiçiklərə sevgi, yolda hər hansı bir canlı gördük, köməyə ehtiyacı olan birini gördük, ona kömək eləmək. Məsələn, insanlar arasında problem olanda bu problemi həll etmək, aradan qaldırmaq və s. Bax, bunların hamısı şəxsiyyət yönümlülükdə milli bəşəri dəyərə daxildir. Sonra gəlir tələb yönümlülük. Tələb yönümlülük necədir? Tələb yönümlülük, baxın, fərdin, cəmiyyətin dəyişən ehtiyac və tələbatının nəzərə alınması. Yəni, hər hansı bir yerdə, məsələn, tutalım, ola bilər ki, iş yerimizdə bizə müdiriyyət bir qayda qoyub ki, bax, bu olmalıdır. Bu saatdan bu saata heç kim çıxmasın, məsələn. Bax, bu qoyulan qayda bizə dövlətin, iş yerinin tələbidir də. Məsələn, prezidentimiz demişdi ki, 2-ci Qarabağ müharibəsi zamanı, məsələn, heç kəs çıxmasın saat 9-dan sonra çölə və yaxud da ki, pandemiya zamanı evdən çölə çıxan zaman icazə ilə çıxmaq lazımdır və s. Bax, bunlar hamısı görürsünüz qaydadır, tələbdir də, dövlətin bizə qoyduğu tələbdir və s. Son deyə bilərik ki, pandemiya zamanı peyvəndlənmə oldu, peyvənd vurulmamış heç kimin heç bir bağlı, qapalı yerlərə daxil olmasına icazə yox idi və s. Bax, bunların hamısı tələb yönümlülüyün əsasında həyata keçirildi. Sonra gəlir nəticə yönümlülük. Nəticə yönümlülük nədir? Nəticə yönümlülük nəticəyə yönəlmiş, sonluğa yönəlmiş bir işdir. Yəni, hər hansı bir işi görəndə, hər hansı bir nəticəyə çatmaq istəyirəmsə, o sonluğu gərək əvvəlcədən müəyyənləşdirim. Nəticəni əvvəlcədən özüm müəyyənləşdirsəm, sonluğa da yaxşı çataram da. Yəni, biri var, getdiyim yolu bilmədən gedim, bir də var, bilim ki, o yolun sonunda nə var? Bax, bu nəticə yönümlülükdür, nəticəyə yönəlmiş iş. Belə yadda saxlayın. Yəni, hər hansı bir işə başlamamışdan əvvəl müəllimin özünün bir planı, bir proqramı, bir nəticəsi olmalıdır ki, buna uyğun da hərəkət eləsin. Deməli, bu da oldu nəticə yönümlülük. Və yadda saxlayın, nəticə yönümlülükdə belə bir şey var ki, əvvəlcədən açar söz olaraq görəcəksiniz. Əvvəlcədən şagirdin, müəllimin, ən çox müəllimin dediyi əvvəlcədən planlaşdırdığı yoldur. Daha sonra gəlir inteqrativlik. İnteqrativlik integr sözündən götürülüb əlaqələndirmə mənasındadır. Məsələn, hər hansı mövzunu keçirəm, mövzunu əlaqələndirə bilərəm. Bayaq gördünüz, mən mövzunu keçəndə təşkil hissəsində iş üsullarından danışdım. Bax, bu əlaqələndirmədir. Mövzunu keçəndə, məsələn, tutalım, dedim ki, bərabər imkanların yaradılması. Bax, bu da əlaqələndirmədir. Yəni, hər hansı bir mövzunu keçəndə şagirdə o mövzunu hansı formada daha asanlaşdıra bilərik? Bax, o artıq
inteqrativliyin əsas işidir. Çünki mən mövzunu keçən zaman mövzu nəyə uyğundur, hansı mövzunu əlaqələndirir, hansı məsələn tutalım fənlərlə daha çox oxşardır. Biz buna meta fənlər deyirik. Şagirdə hansı formada izah eləsəm, nə ilə nümunə göstərsəm daha rahat öyrənə bilər və s. Bax, bunların hamısı inteqrativlikdədir. İnteqrativlik özü 3 yerə bölünür. Deməli, ən birinci fən daxili inteqrasiya, biz buna deyirik ki, iki fənnin arasında olan, daha doğrusu bir fənnin daxilində olan, bir fənnin daxilindədir. Məsələn, Azərbaycan dilidir, yenə də Azərbaycan dilinin daxilindədir. Amma məzmun xəttlərindən, məsələn, tutalım ki, mən deyirəm Azərbaycan dili dərsində mövzunu yazıram, sözü yazıram. Hər hansı bir sözün şagird lüğətini istəyib, lüğət tərkibini, sözü yazıram. Tutalım ki, saat sözünün yazılışına baxaq. Biz şaquli bir də üfüqi inteqrasiya deyəcəyik. Şaquli formada gələndə biz eyni fənnin daxilində, amma məzmun xəttləri ilə əlaqə görəcəyik. Amma üfüqi desək, eyni fənnin daxilindədir. Amma siniflər, daha doğrusu əksinə, eyni fənnin daxilindədir. Biz məsələn deyirik, Azərbaycan dilində saat sözü yazılır 2 A ilə və tələffüzdə A-nın birində uzanma baş verir, saat deyirik. Bax, bu nədir? Eyni fənnin daxilindədir. Fəndən çıxmadıq ki, kənara. Yenə Azərbaycan dilidir. Yenə Azərbaycan dilində sözün yazılışı ilə deyilişidir. Bax, bu yazılışla deyiliş məzmun xəttinin əlaqələndirilməsidir. Yazı məzmun xətti ilə dinləyib anlama, oxu məzmun xətti arasında əlaqədir. Bax, bu yazı ilə oxu üfüqi inteqrasiyadır. Bir də şaquli inteqrasiyamız var ki, siniflər arasında əlaqədir. Məsələn, bax, hər hansı bir dərsi keçirəm, tutalım ki, Azərbaycan dilində ismdən danışıram. İsmin hallanmasından da gələni danışacağam. Tutalım, şagirdlərə ismi keçirəm, hallanmasını 2-ci ildə keçirəm. Deyirəm, uşaqlar, yadınızdadır, keçən il isimdən danışmışdıq. Bu ildə onun hallanmasından danışacağıq. Burada da siniflərin adları çəkildi. Keçən il, bu il, gələn il. Bax, bu da şaquli inteqrasiyadır. Bu fən daxiliyə aid olan inteqrasiya növüdür. Bir də fənlər arası inteqrasiyamız var ki, iki fənnin arasında olan əlaqədir. Məsələn, meta fənlər deyirik. Tutalım ki, Azərbaycan yenə də dilindən danışaq. Azərbaycan dilini keçəndə qar şeirindən danışıram. Sonra şagirdlərin yadına salıram ki, uşaqlar, yadınızdadır, həyat bilgisindən qarın yağmasından danışmışdıq. Qarın necə yaranmasından danışmışdıq. Bax, gördünüz, əlaqələndirdim. Azərbaycan dilinin həyat bilgisini. Ən çox da burada fənnin adı çəkilməlidir, təbii ki. Daha sonra fən üstü inteqrasiyamız var. Fən üstü inteqrasiya nədir? Fən üstü inteqrasiya inteqrasiyanın ən yüksək növüdür. Yəni, burada, məsələn, həyatla əlaqələndirirəm, tətbiq edirəm. Yadda saxlayın ki, hər hansı bir işi, hər hansı bir görülən tətbiqi, hər hansı bir yerinə yetirilməli olan işi həyatda tətbiq eləməsəm, həyatda əlaqələndirməsəm, heç vaxt insanın yadında qalmır. Ona görə də fən üstü inteqrasiyanın ən əsas xüsusiyyəti budur ki, öyrənilən mövzunu həyatda tətbiq edib, həyatda əlaqələndiririk. Daha sonra şagirdlər artıq bunun üzərində öyrənə bilirlər. Yəni, fən üstü inteqrasiyanın əsas məqsədi odur ki, öyrənilən mövzunun həyatda tətbiq edilməsi olsun. Aha. Daha sonra qiymətləndirməmiz gəlir. Qiymətləndirmədən də bayaq geniş danışdım. Dediyim kimi, əsas yadda saxlayırıq məktub daxilini. Diaqnostik, formativ və summativ qiymətləndirmədən ibarətdir. Baxın, burada 6 prinsip var. Bax, bu 6 prinsip kurikulum nədir mövzusunun əsas özəyidir. Yəni, elə bilin ki, kurikulum nədir mövzusunu yaxşı öyrənmək istəyirsinizsə, bu birinci mövzuda sırf bu 6 prinsipi əla əzbərləyirsiniz, yəni əla, səhvsiz. Hər kəs, yəni, məsələn, desəm ki, filan müəllim cavab versin, ilk olaraq soruşacağım əzbər adlarını, məsələn, prinsiplərini, sonra deyəcəm hansısa bir prinsipin adını çəkəcəm ki, xüsusiyyəti necədir və s. Bax, ona görə, yəni, mükəmməl şəkildə əzbərləyirsiniz 6 prinsipi. Və hər bir müəllimə bunu demək istəyirəm buradan. Özünüz, bir dənə ekrana çevirim. Aha. Hər bir müəllimə demək istəyirəm ki, özünüz üçün bir dənə qeyd dəftəri tutursunuz. İndidən, ilk dərsdən başlayırsınız. Qeyd dəftəri olsun. Qeyd dəftərindən istifadə edirsiniz mövzunu dinləyən zaman. Video göndərəcəm. Videonu dinləyən zaman. Məsələn, mövzunu qeydlər edirsiniz, qeydlər aparırsınız kitabdan öyrənən zaman. Hansı hissə sizə daha maraqlı gəldi, hansı maraqsız gəldi. Ola bilər ki, daha asan izah eləməliymişəm, daha çətin izah eləmişəm və s. Yəni, mövzunun yaxşı öyrənilməsi, yaxşı yadda qalması üçün
qeyd dəftəri mütləqdir. Hər mövzu keçirdikcə qeydlər edirsiniz. Bax, bu ilk olaraq yadda saxlamalı olduğunuz şeydir. Daha sonra keçirik mövzunu öyrənəndən sonra test işlənməsini. Baxın, mövzunu öyrəndiniz. Əla. Öyrənəndən sonra hər mövzunun özünün test kitabçamızda testi var. Tutalım, bayaq dediyim kimi, neçə testdirsə sayına baxırsınız. 20 testdirsə, 30 testdirsə, 50 testdirsə, yəni sayına baxırsınız, sayına uyğun olaraq bölürsünüz. Özünüz işləyirsiniz, işləyə bilmədiklərinizin qarşısına sual qoyursunuz, dərsdə soruşursunuz, mütləq. Yəni, şəxsdə də yazıb soruşa bilərsiniz, qruplarda fərq eləmir. Əsas odur, siz dərslə bağlı həmişə sual verin. Yəni, hansı sahədə olur olsun, cavablandıra bilərəm. Amma əsas odur ki, yaxşı olaraq, yəni, belə deyim də, hər hansı bir nəticəni toplamadım deyə məyus olub, hər hansı bir sınaqdır, məsələn, yazırıq, sınaqda zəif nəticə topladım, məyus olub, belə bir şeylər yox. Əksinə, özünüzə motivasiya verin, imtahana az qalıb da, yəni nə qalıb ki, 2 ay qalıb demək olar. Yəni, özünüzə motivasiya verin, bol enerji ilə hazırlaşın, bol enerji ilə kitabların üzərində işləyin, bütün gün kitabla birlikdə, əlavə vaxtınız olan kimi video izahlara, dərslərə baxın. Fikirləşin ki, bir müddət sonra artıq, belə deyim də, bu əzab-əziyyətli imtahan hazırlıqları bitəcək. Yəni, ona görə maksimum diqqət, sizdən ən çox istədiyim şey, maksimum diqqət, maksimum öyrənmə. Yəni, siz nəyi istəyirsiniz? Hər hansı bir mövzunun şagirdə mənimsənməsi, hər hansı bir mövzunun şagirdlərə öyrədilməsi sizdə effektiv olsun. Yəni, siz təkcə imtahandan keçim yox. İmtahandan keçəndən sonra artıq bu mövzuları yaxşı bilib, öz şagirdlərinizi yaxşı müəllim kimi öyrədə bilərsiniz. Ona görə də kurikulum nədirlə başlayırıq. İnşallah ki, belə deyim, gələcəkdəki mövzular da sizə bu qədər maraqlı olar. Çünki bundan sonraki mövzularımız da yenə asandır, çox çətin deyil. Sadəcə biraz qarışıq mövzularımız olacaq qarşıda. İnşallah onları da gələcəkdə keçib asanlaşdıracağıq. Belə, baxın, bugünlük mənim izahım bu qədər. Yəni, əlavə bir sözüm yoxdur. Mövzunu izah elədim, mövzu ilə bağlı nə lazımdır dedim. Yəni, əlavə kimin nə sualı var, kim nə soruşmaq istəyir, istər dərsin keçirilmə qaydası ilə bağlı, istər mövzu ilə bağlı, kim nə sual vermək istəyir, buyursun.